Noyabrda sınaqlardan qalib çıxacaq bürclər. Bu bürclər çətinlikləri öz xeyirlərinə çevirəcək, ruhən güclənəcək və həyatda yeni mərhələyə qədəm qoyacaq. Əqrəb sınaqlar səni yandıracaq, amma külündən yenidən doğulacaqsan. Qətiyyətin və intuisiya gücün səni qalib edəcək. Məsləhət, hər hadisəni dərs kimi qəbul et. Bu səni ucaldacaq. Qız sakit və ağıllı davranışın sayəsində qarşılaşdığın problemləri sükunətlə həll edəcəksən. İş və pul məsələlərində uğur səni gözləyir. Məsləhət, dəqiq planla, amma dəyişikliklərə də açıq ol. Şir noyabrda səni sıxan vəziyyətlər artıq sona çatır. Sınaqlar sənə liderliyini və dözümlülüyünü sübut etdirdi. İndi yüksəliş dövrün başlayır. Məsləhət, özünə inan, çünki kainat da sənə inanır. Oğlaq, çətinliklər səni qorxutmayacaq, əksinə səni daha möhkəm edəcək. Qazanc, karyera və nüfuz sahəsində qalib olacaqsan. Məsləhət, daxili sakitliyini pozma, hər şey planına uyğun gedir. Balıq, emosional fırtınalardan sonra sükunət və aydınlıq gələcək. Kainat sənə mükafat kimi yeni başlanğıc bəxş edəcək. Məsləhət, qəlbinə güvən, o səni doğru yola